Üçbucağın xarici bucaqları nisbətində olarsa, bu üçbucağın ən kiçik daxili bucağını tapın. Hə, üçbucağın xarici bucaqlarının cəmi nədir? 360 dərəcə, düzdürmü? Bunu belə eləyək. Deməli, bura 2x-dir. Xarici bucaqlar deyir də. Bura olsun 3x olsun, bura olsun 4x. İndi bunların hamısının cəmi 3x, 5x, 9x. 9x bərabərdir 360 dərəcə. X də bərabərdir, bölsək 40 dərəcə. İndi bizə deyir ki, ən kiçik daxili bucaq ən böyük xarici bucağın qonşu bucağıdır. Yəni, bunun qonşu bucağı olacaq. Bax, 4x-in qonşu bucağı. Bura bir y deyirəm. X-imiz 40-dır da, buranı tapıram 4 vurulsun 40, bərabərdir 140. İndi bir daxili bucaqla bir xarici bucağın cəmi də 180 dərəcədir. Onda y bərabərdir 180 minus 140 bərabərdir 40 dərəcə. Cavab 40 dərəcə, C variantı.